Deməli bu yaxınlarda yaş həddi 65-75 aralığında olan bir kişi cinsidir. Sadəcə olaraq cinsini hələ ki kişi deyə bilərəm. Obyektin qabağında deməli həqiqətən də insanlar üçün olan səkidir, obyektin qabağına düşür. Bu da oradan keçir. Obyektin qarşı tərəfində it balalayıb, balaca 3 dənə itin balaları var da, hələ körpədirlər. Bu da onlara mən fikir verirəm, ara məsafəmiz var, elə bilirəm ki, bu onlara çörək atır və tamaşa edir. Sonra yaxınlaşdıqca gördüm ki, yox, ümumiyyətlə it heç nə yemir, nə ağzı tərpənmir. Yəni nə çörəyin itdən xəbəri var, nə də itin çörəkdən xəbəri var. Sonra başa düşdüm ki, artıq dayı deyəsən özünü Skaçkada, o zooparkda heyvanlar aləmində hesab eləyir, təsəvvür eləyir, yəni itlərə, heyvana tamaşa eləyir. Tumu çıtlayıb qabığını yerə tökür. Yaxınlaşdım ki, dayı, yəni obyektin qabağıdır da, buranı zibilləmə. Buranı obyektin qarşısıdır, bulaşır, bizləri yığışdırırıq. Bura yoldur. Həqiqətən də yəni insanlar üçün səkidir. Maşın yolunun kənarıdır. Dedim, yaxşı, yoldur. Onda yoldur deyə bulaşdırmaq olar yolu, çeşitləndirmək olar. Dayı da yenə də nəsə demək istəyirdi. Təbii ki, nəyisə yenə də demək istəyirdi. Çünki cəmiyyətin elə bil o şuur altında, yəni qoyulan təməl belədir ki, səhv də olsan nəsə deməlisən. Ən böyük bədbəxtçilik bax odur. Ən böyük bədbəxtçilik. Yaşda böyük yox, təbiətdə, təfəkkürdə böyük olmaq lazımdır. Böyük insan üzr istəməyi bacaran insandır. Etiraf eləməyi bacaran insandır. Hətta səhv elədiyini bilə-bilə də eləmiş olsa o səhvi, yenə də üzrxahlıq eləməyi bacaran insandır. Böyük insan. Hətta bilə-bilə də eləmiş olsa o səhvi. O insana da hardasa böyük insan demək olar. Əlində dubinka və yaxud da ümumiyyətlə də, yəni formada, uniformada, polis formasında bir nəfər yaxınlaşsaydı o dırnaqarası dayı desəydi ki, buranı zibillədiyinizə görə sizə filan məbləğdə cərimə olunur. Mənə maraqlıdır. Yenə də həmən dayı dil ötəcəkdi polislə, yoxsa dil gedəcəkdi filan məkana, müvafiq yerə, ya cəriməni ödəməli idi, ya da polisin əlini öpməli idi ki, bu cəriməni mənə yazmır. Söhbət bir-birinə, vətəndaşların bir-birinə olan hörmətindən gedir. Öz torpağı və vətəni olan hörmətindən gedir. Mən çəkdiyim siqaretin kötüyünü və yaxud da açdığım limonatın qapağını atmağa zibil qabı küçədə gedəndə görməyəndə onu cibimə qoyuram. Qoyuram cibimə ki, yəni küçə zibillənməsin. İndi hər halda mən bir yerdə dayanmamışam ki. Gedib axır əvvəl bir zibil qabı olan yerə gedib çıxacam, çatacam. Bu özünün tərifi deyil, sadəcə olaraq danışığa görə əməl, əmələ görə danışığın olduğunu sübut eləmək üçün dedim bu sözü. Bir-birinə hörmət və çörəyini yeyib, suyunu içdiyin vətənə, torpağa sevgi ilə yanaşmaqdır. Bu mövzu ətrafında elədiyim
söhbət, məqsədim bax budur. Belə Azərbaycanda olmuyor bu söhbət. Qətiyyən mümkün deyil. Bu cəmiyyətdə belə bir şey yoxdur. Biz heç vaxt heç yerə zibil atmarıq. Bütün cəmiyyət, vətəndaşlar hamısı bir-birinə hörmət eləyir. Bu tamam başqa ölkədə olub. O vətəndaş da tamam başqa millətdən idi. Allah'a emanet olun. Kaş belə olaydı.